Paltarlara ləkə düşəndə ən çox deməli xanımlar narahat olur ki, ələxüsus da uşaqlar analar paltarları yenə tollayacaq. Çünki rəngi gedəcək və biz ləkələri yenə də çıxarda bilməyəcəyik. Çünki rəngli parçalardan ləkələri biraz çıxartmaq çətin olur. Sizinlə razıyam, amma Fabilicom seriyasından olan ləkə çıxardıcını tanıyana kimi bax bu gördüyünüz maye şəklində olan ləkə çıxardıcı bizim məhsulumuz. Rəngli, sarı, qırmızı, yaşıl, ağ, fərqi yoxdur. Rəngli parçalardan meyvə ləkələrini, yağ ləkələrini rahat şəkildə çıxardacaqsınız. Hətta bunun quru şəklində var. 500 qramdır, persoldur. İsti suda, yəni ləkəli parçalarınızı, paltarlarınızı istiğa qoya bilərsiniz və sonra maşına atırsınız, yuyur. Mütləq ki, isti suda ləkəsini çıxartmaq üçün ən azı 1 saat istiqda saxlamalısınız. Çox gözəldir. Bu arada yəni pastellərinizdə istifadə edə bilərsiniz. Şifon paltarlarınızda istifadə edə bilərsiniz. Heç bir qoxusu yoxdur. Rəngləri qoruyacaq, ləkələri rahatlıqla çıxardacaq.